Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bu gün çəkib təlimizləməsi mənzilimiz Xırdalan şəhərində 28-ci məhəllə deyilən ərazidə 5 mərtəbəli lirinqat proyektli binanın 4-cü mərtəbəsindən rablı bir otağın 2 otağa düzəldilmiş bir versiyasını sizlərə çəkib təqdim edirəm. Mənzilimiz rablı 1 otağın 2 otağa düzəlməsidir. Keçid etdik qonaq otağısına. Belə bir gördüyünüz kimi qonaq otağısıdır. Dəyərli izləyicilərimiz, buradan keçid edirik mənzilimizin eyvanda belə bir mətbəx quraşdırılır. Gördüyünüz kimi kubçalıdır. Ümumi sahəsi 50 kvadrat, kubçada 34, 32-36 kvadratlar gəlirlər. Dəyərli izləyicilər, fərqli kvadratlar olur. Mənzildə təmirdən sonra demək olar ki, yaşayış olmuyor. Belə bir sanzeldir. 2 və 9 nömrə məktəblərin əhatəsində Heydər Əliyev prospektinə də piyada məsafədir. Xırdalan şəhərinin mərkəzində 28-ci məhəllədədir. Dəyərli izləyicilər, belə bir mənzildir. Qiymət şərt bölməsində qeyd olunacaq, real alıcı yerdəcə cüzi simvolik emblem olacaq. Məndən bu qədər, sağ olun dəyərli izləyicilər.